6 ildir izləyicilər tərəfindən maraqla qarşılanan, məlumatlandırıcı və maarifləndirici telelayihənin əsas məqsəd haqqında məlumat verən əməkdar mədəniyyət işçisi Hikmət Yaqubov bildirdi ki, biz bu layihəni Vətənimiz Azərbaycan layihəsini başladıq rayonlardan çəkməyə. Hər hansı bir rayonun mədəniyyəti, tarixi, orada yaşayan insanlar, orada yaşayan sənətkarlar, ümumilikdə rayon haqqında tamaşaçılara bir bilgi vermək, bir təəssürat yaratmaq. Məqsədimiz bundan ibarətdir. Məqsədimiz əsas bizim Azərbaycanın milli mental dəyərlərini dünya xalqlarına çatdırmaq. Layihə çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı Muxtar Respublikanın digər bölgələrində də çəkilişlərin aparılması planlaşdırılır. Şahbuz rayonunda çəkiliş aparmışıq, Babək rayonunda aparmışıq, Kəngərli rayonunda aparmışıq, Şərur rayonunda aparmışıq. İndi bu günləri Ordubad rayonuna gedəcəyik. Ordubad haqqında orada deyək ki, dünyaca məşhur olan Ordubad limonunu çəkmək istəyirik. Naxçıvanın tarix və mədəniyyətinin bir verilişə sığmayacaq qədər zəngin olduğunu dilə gətirən Hikmət Yaqubov bu qədim diyarla bağlı ən vacib və maraqlı detalların filmdə yer alacağını bildirdi. Naxçıvan böyük bir qədim tarixə malik olan bir yerdir. Naxçıvanı yəni bir 25 dəqiqə, 30 dəqiqə xronometraja çərçivəyə sığdırmaq olmaz. Sadəcə biz istəyirik ki, tamaşaçıları fikirdən yayındırmayaq. Elə bir 30 dəqiqənin içində az da olsa bir bilgilər verək, bir fikir söyləyək, göstərək ki, florasın, faunasın, hər bir dağı, dərəni, deyək ki, tarixi abidələri, ümumiyyətlə Naxçıvanı əhatə edən bütün insanları hər bir o filmin içində göstərmək istəyir ki, hətta mətbəxini də belə. Ki, tamaşaçılarımız, deyək ki, Uzqar dağ rayonlarında yaşayan tamaşaçılar, lap belə o azsaylı xalqlar görsünlər ki, Naxçıvan necədir. Yaradıcı heyətə uğurlar arzusuyla Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.